Dünya üzrə xoşbəxtlik reytinqində 147 ölkə arasında Azərbaycan 106-cı yerdədir. Biz də Kanal 13 olaraq paytaxt sakinlərindən soruşduq. Sizcə də Azərbaycan vətəndaşları xoşbəxtdirmi? Beşəbaş adamam mən. Özünüzü xoşbəxt hiss edirsiniz? Yox, nətər xoşbəxt? Hər belə xoşbəxtlik olur. Niyə görə xoşbəxt deyilsiniz? Kasıb adamam, dolanışıq yox, pensiyam kəsilib. Nətər özümü xoşbəxt? Sağlığınız yerindədir, xoşbəxtlik deyil. Can sağlığı belə 5 mərtəbədə düşən can sağlığı nətər yerində? 90-da da müharibədə olmuşam, böyük könüllü. Nətər can sağlığı yerində olar? Xoşbaxt deyəndə nədə xoşbaxt ola bilərəm ki? Yoldaşım atıb, gedib o dünyasını dəyişib. Qalmışam tək. Sağ olun. Gözəl Azərbaycan vətəndaşıyam mən. Bu özü bir böyük gözəllikdir, xoşbəxtçilikdir. Bir də artıq, necə deyim, gözəl bir demokratik, azad bir dövlətdə yaşayırıq. Torpaqlarımızın 20%-in, şəhidlərimizə Allah rəhmət eləsin, qəhrəman evlatlarımızın sayəsində geri qaytarmışıq. Bundan böyük xoşbəxtçilik nə ola bilər ki? Bilirsən nə tərinə? Vallahi əla. Bu yaşda əla. Bəli. Can sağlığına görə, ailəmə görə. Elə ailənin xoşbəxtliyi insana ən böyük xoşbəxtlikdir. Bəli. Ev, eşik, evlad, ailə. Elə bundan xoşbəxtlik nə ola bilər? Pulunuz yoxdur. Ha? Pulunuz yoxdur. Var, Allahın verdiyinə çox şükür. Xoşbəxtlik bir mücərrətdir. Belə deyək də, bir şeydir, çünki onu maddiyyata çevirmək qeyri-mümkündür. O insanın mənəvi durumudur. Əgər insan, belə deyək də, içində rahatlıq tapırsa, sonra belə deyək də, Allaha arxalanırsa, o özünü xoşbəxt hiss eləyə bilər. Çünki həyatda bu maddi varlıqlar ki var, indi hamı onun arxası ilə qaçır. O insana heç vaxt xoşbəxtlik getirə bilməz. Çox pulda, milyonlar, milyardlar da, trilyonlar da xoşbəxtlik verə bilməz, az da verə bilməz. Təki Allah hamıya yetərincə versin ki, dünyəvi ehtiyaclarımızı ödəyək, həm də Allah rizası üçün xeyirli işlər görə bilək. Və bizim də dünyadan apara biləcəyimiz ancaq o xeyirli işlərimizdir, xeyirxah işlərimizdir. Bəli, Xoşbəxt olmaq üçün nələriniz var? hər şey. Məsələn də. Hər şey. Məsələn nə? Həyatda nə lazımdır? Hər şey. Şükür elhamdülillah. Balalarım var, nəvələrim var, öyüm var, eşiyim var, Pulunuz bir lokma çörəyim var. Pulla xoşbaxtlıq olmur əlisə. Pulla xoşbaxtlıq olmur. Xoşbaxtlığın o tənliyi çox böyük. Niyə pensiyanız çox olsa xoşbəxt olmaz? Allah bərəkət versin. Nə verirlər ona bərəkət. Neynəmək olar ki? Ailəm var, uşaqlarım var. Bəsdir. Əsas siz xoşbəxtlik deyəsən pulda görürsünüz ancaq. Hər şeyim var əlbəttə ki. Hər. Çox Balalar var, nəvələr var, nəticələr var. Sonra kötüyüzə yoxdur. Ətrafımda olan insanlara, ailəmə görə ki, hamımız şükür, belə deyək də, Allahımızı tanıyırıq, belə deyək, ibadətdə bulunuruq. Ondan sonra əlimizdən gələn imkan dairəsində xeyirxah işlər görməyə çalışırıq. Heç vaxt görməmişəm ki, bizim ailəmizdən kimsə barədə belə pis fikirləşsin, hansısa bir, necə deyim, belə negativ planlar qursun, paxıllıq eləsin, yəni ki, elə bir şey yoxdur. Əgər eləsənsə, Allah elə insanı elə yaradıb. Mən Allaha şükür edib ki, elə öncül məni və mənim, belə deyək də, nəslimi belə yaradıbdır. Bu böyük bir xoşbəxtlikdir, inanın mənə. Pul xoşbəxtçilik demək deyil. Pulun olmağı yaxşıdır. Pul hər bir şeyi həll eləyə bilir. Ancaq xoşbəxt olmaq üçün pul vacib məsələ deyil. Olanda daha gözəl olur. Olmasa da xoşbəxtsənsə əgər pulu Allah yetirəcək, əgər ağıl savad varsa. Yoxla heç biri yoxdursa, sualınızın cavabı çox qəliz olur. Bəs pessimist olan adamlara nə demək istəyərdiniz? Yəni, əziyyət çəkənə hər yerdə pul var. Yəni, əziyyətə qatılmaqdan ötəri gərək onu qazanasın. Zulüm çəkəsən. Hər şeyə görə zulüm çəkəsən ki, o pulu qazanır. Boş versinlər hər şeyə. Bir də onu demək istəyərdim. Həyata baxsınlar, fərəhlənsinlər yaşamaq üçün.
Sağ olamaq lazımdır, həyatla mübarizə eləmək lazımdır. Xoşbaxtlıq hər kəsin öz əlindədir. İstəsə xoşbaxt ola bilər, istəsə bədbaxt. Yeməyinə fikir versin, içməyinə fikir versin, can sağlığına fikir versin. Və belə basıb yeməsinlər hər şey, nə gəldi. Hər bir insan pessimist deyil axı, düzdür. Olanlar çoxdur. Bu olanlar çoxdur. Qoy onlar özləri fikirləşsinlər ki, niyə pessimistdirlər də. Qoy özləri fikirləşsinlər. Mən onların haqqında nə mənfi, nə müsbət. Sizə bəziləri pessimistdir pul cəhətdən, maddiyat baxımından. həyat- Başa düşürəm, pessimist. Mən yenə deyirəm, qoy onlar özləri düşünsünlər. Mən pessimist olsaydım, mən özüm cavab verə bilərdim. Tak şunu qoy, onlar özləri cavab versinlər. İnsan gərək pessimist olmasın da. Dinimiz də deyir ki, heç vaxt ümidini Allahdan üzmə. Gərək pessimist olmayasan. Həmişə xeyrə doğru çalışasan, vuruşasan. Quran-ı Kərimdə də Allah Teala buyurur ki, səpələnin və özünüzə ruzi axtarın və hətta ki, həyatınızı qurmaq üçün çalışın. Və ona görə də orada bir çox ayələr var bu barədə, əhvalatlar var. Hamısını mən dərinliyinə girmək istəmirəm. Quranı oxuyanlar bilər. Yəni orada da Allah Teala buyurur ki, heç vaxt Allahdan ümidini üzmə. Son nəfəsə qədər. Əziz və dəyərli Kanal 13 izləyiciləri, bizi izlədiyiniz üçün təşəkkür edirik. Videonu bəyənib paylaşmağı, kanala isə abunə olmağı unutmayın.